Salam, hər vaxtınız xeyir olsun. İsmin quruş canavar dim test toplusundan birinci hissədən testlərin izahına baxaq. Deməli, hansı cümlələrdə feildən düzəlmiş isim işlənmişdir? Düzəlmiş deyəndə biz nə etməliyik? Sonuncu leksikdən əvvələ baxmalıyıq. Dünən yeni sərgiyə baxış keçirildi. Deməli, baxırıq ki, sərgi sözündə sərmək feilindən nə isə sərib göstərmək, sərgi ismi yaranıb. Ya da ki, qrammatikdir, yönlü halda. Keçirildi nə? Baxış. Baxmasa, baxış olmaz. Yəni, baxmaq feilindən baxış ismi düzəldi. Biri götürəcəyik. Sərgi isimdir, baxış isimdir. Baxırıq ki, düzəlib, yeni mənalı söz yaranır. Bəli, baxır, baxış olur, sərir, sərgi olur. Göyərti insanlar üçün faydalıdır. Göyərti göy sözündən göyərmək, göyərməkdən göyərti. Göyərmək feilindən göyərti ismi düzəlib, bəli. İkini də götürəcəyik. Əməkdaşlar sözü düzəltmə isimdir, amma əmək ismindən düzəlib, olub əməkdaş. Deməli, bizə feildən düzələn dediyinə görə 3-ü götürməyəcəyik. Müfəttiş dəftərçəyə, dəftərdən dəftərçə, bu düzəltmədir, amma dəftər ismindən dəftərçə düzəlib, götürməyəcəyik. Vurğu fonetik hadisədir, vurmaqdan vurğu, nə vurğu? 5-i götürəcəyik. 1, 2, 5 olur, cavab C variantı. Feildən düzələn ismi müəyyən edirik. Deməli, yaşıllıq sözünə baxırıq ki, yaşıl sifətindən yaşıllıq düzəlib, bunu götürmürük. Düz ismindən, daha doğrusu düz sifətindən düzələ bilər və yaxud düz ismindən də düzələ bilər. Amma feildən düzmə feilindən düzələ bilməz, çünki lıq üstü 4 şəkilçisi feillərə qoşula bilməz, adlara qoşulur, ona görə bu getdi. Bir sayından birlik düzəlib. Kəsməkdən kəskin düzəlib, kəskindən kəskinlik düzəlib. Yəni, bu, kəskin sifətindən düzəlib. Düzəlib, yaranıb deyəndə sonuncu leksikdən əvvələ baxacaq. Bu, kəskin sifətindən kəskinlik düzəlib. Kökü kəsmək feilidir, amma düzəlib sifətdən. Sancmasa, sancı olmaz. Sancı nə? İsimdir. Sancmaq nə? Feildir. Sancmaq feilindən sancı ismi düzəldi. Sifətdən düzəlmiş isimləri müəyyən edirik. Bu, dərzi ismindən düzəlib, usta ismindən, mühəndis ismindən, 100 sayından düzəlib, ondan, bu da çox sayından, dostdan dostluq, tanımaqdan tanış, tanışlıq, qardaşdan qardaşlıq, birdən birlik, gündən gün dəlik, yox, gündəlik olmaz, belə. Şaddan şadlıq, təmizdən təmizlik, zəifdən zəiflik. Cavab olur E variantı. Bir dənə onu araşdırarıq. Feil köklərini artırılan q, ki, qu, kü şəkilsi hansının hissəsini əmələ gətirir? Məsələn, sürtkü ismini əmələ gətirir. Cavab olar A variantı. İsimdən düzələn isimləri müəyyən edirik. Burada süzmək feilindən süzgəc olar. Yatmaqdan yataq ismi yaranar. İsim dediyinə görə getdi bu. Evdar özü sifətdir, isim deyil. Yapışqan, yapışmaqdan yapışqan, dönməkdən döngə feildəndir. Saf sifətindən düzəlib, uşaq ismindən düzəlib, dağ ismindən dağlıq, döşəməkdən döşək ismi, döşək ismindən döşəkçə ismi düzəlib. Cavab olacaq A, yox, B variantı. Feildən düzələn isimlərin cərgəsini müəyyən edin. Düzəlib deyəndə nə edəcəyik? Sonuncu leksikdən əvvələ baxacaq. Dağıntı sözü, dağıntı sözün kökü də elə, baxmaqdan baxış düzələr. Bu, biri sadədir, götürməyəcəyik. Qaçmaq, qaçqın, qaçqınlıq, gərmək, gərgin, gərginlik. Bunların kökü feildir, amma qaçqın isimdir, gərgin, bu da sifətdir. Düzəldikləri başqa hissəsidir. Yaramaqdan yaraşmaq, yaraşmaqdan yaraşıq. İşinə yaramasa sənə yaraşmaz, yaraşmasa yaraşıq olmaz. Bu feildən düzəldi, yaraşmaqdan düzəldi, yaraşıq oldu. Gəzməkdən gəzinti oldu. D-ni götürəcəyik. Vurmaqdan vurğunluq, durmaqdan durğunluq. Sifətdən düzəlib, yəni vurdan yox, vurğundan, durmaqdan yox, durğundan düzəlib. Sonuncu leksikdən əvvələ baxırıq. 30 sayından düzəlib, birinci sayından düzəlib. Ona görə bu da deyil. Feildən düzələn isimləri müəyyən edirik. Gül ismindən düzəlib, yay ismindən düzəlib. Oxumaqdan oxucu, amma ov ismindən düzəlib, ovmaq feilindən deyil. Çünki ovçu kimə deyirik? Ova gedənə, ov isimdir orada.
Burada da düz heç vaxt feil ola bilməz. Lıq adlara qoşulur. Ona görə burada cavab olur. Hələ ki baxırıq. Qorxmaqdan qorxu, döşəməkdən döşək, döşəkdən döşəkçə. Bu döşək ismindən düzəlib. Kökü feildir, amma düzəlib isimdən. Hörməkdən hörgü, çıxmaqdan çıxış. Cavab olur D variantı. Məntiqi ardıcıllıq sərt sifətindən sərtlik ismi, pərişan sifətindən pərişanlıq, gəncdən gənclik. Sifətdən düzəlmiş isimlərdir. Burada məntiqi ardıcıllıq burada hamısı sifətdən düzələn isim oldu. Deməli cavabımız elə olmalıdır ki, sifətdən isim düzəlsin. Burada gül ismindən düzələcək, burada gün ismindən düzələcək, burada da isimdən düzəlib, burada saydan düzəlib. Bədii sifətindən bədili ismi düzələcək. Cavab A variantıdır. Klasteri tamamlayın. Düzəltmə isimlərdir. Boyamaqdan boyaq, boyaqçı. Qorumaqdan qoruq, qoruqçu. Deyir kökləri eyni nüsxəsidir, düzəltmədilər və hər iki fikir burada düzdür və tamamlayın deyir bizə. Ona görə də biz iki dənə düzü tamamlayan bir dənə düz tapacağıq. İsimdən düzəlmiş isimlərdir. Boyaq ismindən boyaqçı, qoruq ismindən qoruqçu. Hələ bu qalsın, digərlərinə baxın. Feildən düzəlməyib, sonuncu leksikdən əvvələ baxırıq. Adlardan düzəlib. Mücərrəd isimlərdir. Niyə ki, boyaqçı insan anlayışı, qoruqçu da həmçinin konkretdir. Tərkibində bir leksik xeyir, bir leksik işlənməyib. Məsələn, boyaqçı sözündə boyamaqdan boyaq, boyaqdan boyaqçı. 2 dənə leksik. Həmçində qoruqçuda. Cəm şəkilsi qəbul etsələr toplu isim olmaz. Boyaqçılar, larlər olacaq cəm isimlər. Bu da səhvdir. Feildən düzələn isimləri müəyyən edirik. Cızmaqdan cızıq, qorumaqdan qoruq, sönük feildən düzəlib, amma sönük necə? Bu sifətdir. Artmaqdan artıq necə? Bu da sifətdir. Feildən düzəlsə də. Bu getdi, bu da getdi. Yəni 2 olan variantları ataq. 2 getdi. Bir də nəyi atırdıq? Sönük 5'i atırıq. 5 də ki buradadır. 1'i götürür, 3'ü 4'ü. Yozmaqdan yuxu yozumu. Yozum sözünü biz başqa cürdə təhlil edə bilərik. Məsələn, mən bu yuxunu yozum. Yəni feilin əmr şəklində olar, bu şəxs onluq olar və sadə feil olar. İsim kimi yozum sözü düzəltmə olacaq. Buna aiddir həmçinin baxım sözü. Özünə baxım mənasında baxmaq, baxmaqdan baxım düzələr. Bir də mən nəyəsə baxım əmr şəklində belə ola bilər. Bu feildən düzəlib, amma parlaq sifətdir. Bundan işimiz yoxdur. Cavab oldu burada 1, 3, 4. Feillərdən düzələn isimləri müəyyən edirik. Tapşırmasa tapşırıq olmaz. Yanmasa yanğın olmaz. İsim dediyinə görə sual da veririk. Tapşırıq nə? Yanğın nə? Sonra üzdən üzlük bu isimdən düzəlib. Başdan başlıq isimdən düzəlib. Alçaqdan alçaqlıq sifətdən düzəlib. Dözməkdən dözüm isimdən düzəlib. Götürü daha doğrusu feildən düzəlib. Dözüm nə? Dərdə dözüm. 1, 2, 6. Cavab olur bunlar. Feillərdən düzələn isimləri götürəcəyik. İndi bax. Feillərdən düzələn isimlərə baxırıq. Daramaqdan daraq. Bu feildən düzəlib isimdir. Sönməkdən sönük sifətdir. Qurmaqdan qurğu bu isimdir. Bu da isimdir. Gərgin sifətdir. Satqın da sifətdir. Nəysə, minnətlə də işimi bəyənməsməyə lazım deyil. Düzəltmə isimləri müəyyən edin. Bilək sözü sadədir, isim kimi. Döşəməkdən döşək, bu olacaq, feildən düzəlib. Öskürməkdən öskürək, bunu götürəcəyik. Əldən ələmək, ələk. Bu düzəltmə isimdir, götürəcəyik. Qorxmaqdan qorxaq, düzəltmə dama sifətdir. Ürkməkdən ürkək, düzəltmə dama sifətdir. Dayamaqdan dayaq, dayamasa dayaq olmaz, düzəltmədir və isimdir. 2, 3, 7. Düzəltmə isimlər. Yığmaqdan yığın, yığından yığıncaq. Əldən əlcək. Utancaq sifətdir, düzəltmədir, utanmasa utancaq olmaz, amma sifətdir. Oyundan oyuncaq düzəltmədir. Yeldən yelləmək, yellənmək, yellənəcək.
Həm isimdir, həm də düzəltmədir. Sevinməkdən sevincək düzəltmədir, amma zərfdir. Yəni bununla işimiz yoxdur. Olur 1, 2, 4, 5 cavabımız. Sonra hansı isimlərin kökü feil olsa da feildən düzəlməyib? Deməkdən deyinmək, deyinməkdən deyingən, deyingənlik. Kökü demək feilidir, amma deyingən sifətindən deyingənlik ismi düzəlib. Düzəlib deyəndə sonuncu leksikdən əvvələ baxırıq. Burada da qalır deyingən. Deyingən də sifətdir. Biri götürürük. Görməkdən görünmək, görünməkdən görünüş. Kökü də feildir, görünmək feilindən də isim düzəlib. Bu atdıq bunu. Döyməkdən döyüş, döyüşçü. Kökü feildir, amma döyüş ismindən döyüşçü düzəlib. Üçü götürürük. Sürməkdən sürücü, sürücülük. Kökü sürmək feilidir, amma sürücü ismindən sürücülük düzəlib. Düzməkdən düzülmək, düzülməkdən düzülür. Feildən də düzəlib. Soyumaqdan soyutmaq, soyutmaqdan soyuducu. Yenə də feildən düzəlib. Kökü də feildir. Qaldı 1, 3, 4. Ardıcıl olaraq sadə, düzəltmə, mürəkkəb isimlər verilib. Bu sözdən sonra söz sadə, döşəməkdən döşək, döşəməkdən döşək, döşəkcə düzəltmə. Qohum qardaş, mürəkkəb, biri götürək. Eyvan sadə, əldən əlcək, düzəltmə. Toxuyaraq feildir bu. Get-gəl isimdir. Nə barədə? Get-gəl barədə. İkini götürək. Quyu sadə, mədəndən mədənçi düzəltmə. Can başla zərfdir, başqa mürəkkəb isim yoxdur. Göy sadə, parlaq düzəltmə sifətdir. Ay, nur saçır dənizdə, gümüşü yox. Dalğadan dalğacıq düzəltmə isimdir, amma mürəkkəb isim yoxdur. Qoca əli ilə əl sadəm, qənddən düzəltmə, bəzəkli bunlarla işimi vazadakı sifətdir. Noğul nabat mürəkkəb isimdir, 5-i götürürük. Ardıcıl sadə, düzəltmə, mürəkkəb isimlər işlənib. Sazdan pərdə bər, saz sadə isimdir. Pərdə zərfdir, süzülmək feildir. Çalmaqdan çalğı düzəltmə isimdir. Dağ-dərə mürəkkəb isimdir. Dağın sadədir, ətəyindəki sifətdir. Çəmənlik düzəltmə isimdir. Çoban yastığı iki sözdən birləşən gül adı bildirən isimdir. Əlisəfa mürəkkəbdir, toy sadədir. Burada düzəltmə yoxdur. Qohum qardaş mürəkkəbdir, dost tanış mürəkkəbdir, düzəltmə yoxdur. Mədəniyyət düzəltmədir, saray sadədir, kitabxana düzəltmədir, başqa mürəkkəb yoxdur. Alı sadədir, dəmirçi, xana düzəltmədir, dost tanış mürəkkəb isimdir. 1, 2, 5. Həm sadə, həm mürəkkəb isim. Hazır cavab sifətdir, adam sadə isimdir. Söz tapmaqda çətinlik çəkməz, mürəkkəb isim yoxdur. Münəvvər sadədir, təbiət sadədir. Canı yananlıq nə? Mürəkkəb isimdir. 2 dənə söz var. Can, yananlıq. 2-ni götürürük. Meşə sadədir. Çır, çırpı, defislə yazılan mürəkkəb isimdir. 3-ü götürürük. Uşaqlar sadədir. Meşəbəyi mürəkkəb isimdir. 4-ü götürürük. Adı halda sadə, təsrih halda düzəltmə ismi işləndiyi cümlələr. Fəhlələr sadədir. Məsələnin çətinliyini deməli. Çətin, çətinlik, çətinliyi, çətinliyini. Təsrih haldadır. Çətinlik düzəltmə isimdir. Biri götürəcəyik. İsim deyibdir. Mübariz İbrahimovun igidliyi əskərlərimizin döyüş ruhunu daha da gücləndirdi. Deməli, igidlik düzəltmədir, təsrih haldadır. Əskərlərimizin yiyəlik haldadır. Döyüşün ruhu qeyri-müəyyən yiyəlikdədir. Ruhunu, bu da təsrihdir. Adı halda sadə yoxdur. Uşaq atasının əlində dondurma görən kimi sevindi. Uşaq adı halda sadədir. Donmaq, dondurmaq, dondurmanı görən kimi sevindi. Düzəltmədir və qeyri-müəyyən təsrih haldadır. 3-ü götürəcəyik. Asif düşündüklərini müdiriyyətlə məsləhətləşdikdən sonra başladı. Asif adı haldadır. Müdiriyyətlə düşündüklərini bu feildir, isim deyil. Müdiriyyətlə, kimi ilə burada təsrih deyil, burada yoxdur. Qardaşı şəhərdən qaydanda Selcana böyük bir sandıqça almışdı. Qardaşı sadə adı halda isimdir. Sandıqçanı almışdı. Düzəltmə təsrihdir. Sandıqdan sandıqça və təsrihdir, qeyri-müəyyəndir. 5-i götürəcəyik.
Hansı cümlələrdə ismin qururca hər üç növünə aid nümunə var? Yaxınlıqdakı dakı sifət düzəldir. Günə baxan mürəkkəb isimdir. Tarla, sı, mu sadə isimdir. Gözəldən gözəllik düzəltmə isimdir. Dağıntı sadədir. Maşın sadədir. Toz torpaq mürəkkəbdir. Burada düzəltməsi yoxdur. Ərşad sadədir. Üç atılan mürəkkəbdir. Atın belinə qalxaraq qamışlıq düzəltmədir. İsimdir həm də. Yolçu düzəltmədir. Kol-koz mürəkkəbdir. Daş sadədir. Dördü də götürək. Dünənki sifətdir. Ata-ana mürəkkəbdir. Yarış sadə isimdir. Cavad sadə isimdir. Düzəltməsi yoxdur. Adı halda sadə, təsrih halda düzəltmə isim. Yaşıdlarının, yaş, yaşıd düzəltmədir. Yaşıdlarının bu yerlikdir. Seçilən anar hamının sevimlisidir. Bu yoxdur burada. Düzəltmə təsirlik. O nəhəng qara buludu görürsənmi, özü ilə mütləq çovğun gətirəcək. Çovğunu gətirəcək, amma çovğun sadədir. Təsirlik halda da amma sadədir. Buludu da təsirlik amma sadədir. Qız əlindəki qız adıqdır, sadədir. Bağ, bağlamaq, bağlama, bağlamanı düzəltmədir və nəyi təsirlikdir? Üçü götürür. Bayramın günlərində insanlar dostu, tanışı ziyarət edir. İnsanlar adıq sadə, tanımaqdan tanış düzəltmə, tanışı bu da olacaq düzəltmə təsirlik. Çünki kimi tanışı. Dördü götürək. Mühəndislər qazıntını, mühəndislər adıqda sadə, qaz, qazıntı, qazıntını düzəltmə və təsirlik haldadır. Götürək 5-i də. Hansı cümlədə sadə düzəltmə mürəkkəb isim işlənmişdir? Azadlıq düzəltmədir. Anadır, kök və qrammatik sadədir. Göydələn binalardan söhbət gedir. Bu da mürəkkəbdir. Bugün şadlığımız şadlıq düzəltmə isimdir. Çalsın, çağırsın feildir. Bülbül sadədir. Qurbanın, budakı, bunlar da sadədir. Bir gözəldir bu Qarabağ. Qarabağ mürəkkəbdir. Təbiət sadədir. Qucudan qucaq, gözəldən gözəllik. Bunlar da düzəltmə isimlərdir. Üçü götürəcəyik. Saatları sadədir. Ne üçün yaratdı bu ölçüylə? Kim dünyada murada çatdı? Mürəkkəbin görmədim. Müxtəlif mənalı sözlərin birləşməsi ilə yaranan mürəkkəb isim. Sadə düzəltmə sözlərin birləşməsi ilə yaranan mürəkkəb sifət. Baxaq. Müğənni gözəl səsi ilə 3 telli durna mahnısını oxuyurdu. 3 telli mürəkkəb sifətdir. Sadə və düzəltmə sözlər. 3 sadə, teldən telli düzəltmə. 2-yə gedəcək A. Həyətdəki növbənöv güllərin iyindən bihuş olmuşdu. Bu eyni sözdən yaranan mürəkkəb sifətdir. Açıq ürəkli. Bu hər iki tərəfi düzəltmə sözdən ibarət düzəltmə sifətdir. Kəklik, otu. Hər iki tərəfi müxtəlif mənalı, daha doğrusu. Kəklik ayrı söz, otu ayrı söz. Birə gedəcək D bəndi, D. Yəni bayram axşamında aş süzəndə aş və süzən müxtəlif mənalı sözlərə bir də gedəcək E. Birə D, E, 2-yə A. Başqa da yoxdur. Ümid edirəm ki, sizə faydalı olacaq.